ki arzunu istəyirəm. Başa düşürsən? Hə. Arzu məni verməsin polisə. Başa ona görə. Arzu məni verməsin polisə. Valla polisə versə düz 15 sutka, bir ay ona sutkalıq verəcəklər. Polisə versə onu heç kimi döyə bilməz. Ay Hə, Elmas Xaliyə pula görə. Arzu getsin. Kim ki, ay dostlar, kim ki onlara pul atırsa, hədiyyə atırsa, onların ağlı yoxdur. Hə, valla. Onların ağlı yoxdur. Niyə evdə kişidir, evdə yer Sağlam yatır? insandır, getsin işləsin, arvad ala bilir, arvadla yaşaya bilir, işləyə bilmir. Niyə atırsınız ki? Elə adama pul ataram ki, onun həqiqətən ehtiyacı var, işləmə qüvvəsi yoxdur. Elə adam ehtiyacını ödəyər. Seva, bax, mən yoldaşım, Allah haqqı, görsən, ürəyin ağrıyar. O işdən elə vəziyyətdə gəlir, elə vəziyyət. Yazığın canı cəsətdə yoxdur. Hə, yazığın canı cəsətdə yoxdur. Seva, palçıq qatır, özün bilirsən, palçıq qatır. Ağır daşı neçə dəfə ustaya qaldırır, çıxır, düşür, çıxır. Yazıq dölü, canı yox, cəsəti yox. Adam da Allah göydən baxır. Mən ona görə də onun qulluğunda mən həmişə durmuşam da, duracam da. Allah köməyin olsun. Onun Allah'a da elə sizə köməyi olacaq. Onun Allah'a da sizin köməyiniz olacaq. Allah tala. Hadi be, özün niyə o qədər nağrıskiyə salır? 5-3 mat qazansın, oturun yiyin də. Niyə özün o qədər nağrıskiyə salır? Bilirsən, niyə eləyir? Ona görə ki, deyir, evimin yan yörələrində düzəldim, o bir otaqda düzəldim. Ondan sonra rahat oturum. Başa düşürsən, ona görə. Hə, özün yazıqdır, özün çox naqruskiyə salmasın. Onsuz da sən heç nə olarsan. Yenə o kişinin üzünə bəlkə də şey eləmirlər, qorxurlar. Bilirsən, Allah səndə onsuz eləməsin, onu da sənsiz eləməsin. Hə, ona görə sən də ondan müğayət ol, o da səndən. Seva, kişi keçən il o vaxtı Mart ayında şey oldu, paraliz geçirdi. Axı mənim gözümün qabağında elə adam öldü da, mən qorxdum, başa düşürsən? Bax, elə Mart ayıydı. Gördüm bu ayağa durub çölə çıxmaq istəyən də, ayaq yoluna getmək istəyən də. Bu yıxıldı divana. Yıxılan kimi Seva, özümü itirmədim ha. Tez gəldim, bunu tutdum. Tutan kimi əli, ayağı eləydi, xaladeniyim buzu. Buz. Baxdım ki, Seva, əlimi belə qoydum ki, görüm ürək döngüsü var. Gördüm nəfəs gəlmir, hə. Nəfəs gəlmir. Bunu tez ayağından yavaşca qaldırdım, qoydum divana. Divana qoydum. Sonra əlini də gətir, əli də belə düşmüşdü ha, ölü kimi, bax belə. Onu əlini gətirdim burasına qoydum. Ədyalı üstünə örtdüm ki, bəlkə soyuqda da ola. Hə. Ondan sonra baxdım nəfəs gəlmədi. Qardaşım da bizdəydi. İşığı söndürdüm. Ondan sonra televizoru söndürdüm. Qardaşıma dedim telefon kodunu al. Səs getməsin. O 1 saat, yarım saat yatdı. Bəlkə gördüm ki, nəfəs gəlir. Əli ayağı indi istilənir. Dedim, hə, bu deməli ürəyindən gizlicə paraliz olub. Başa düşürsən? Mən bunu sirkələmədim. Sirkələsəydim sükun ölərdi o. Sirkələmədim, mən onu gözlədim. Sakit uzatmışsınız. Bir də ki, kişi xeylaqları içinə çox vurur. Qadınlar ağlayır. Ağlamaq özü də terapiyadır. Vallahi ağlamaq özü insanı müalicədir, sakitləşdirir. Kişi xeylaqları çox ağlamır, içlərinə vururlar da, ürəklərinə vururlar. Ona görə də ürək də nə deyir? Dəmirdən deyil, daşdan deyil. Ətdir də, ət parçasıdır da. İnsan nə qədər fikir eləyər, insanın nə qədər namusu ilə, qeyrəti ilə oynayarlar, hissləri ilə oynayar. Vallahi kişi xeylağıdır da, nə qədər olması salır ürəyinə bu şeylərin hamısın. Abi sən nə deyirlər? Seva, sən nə deyirlər? Deyirlər, atasan, sən peysərsən. Bax, bu sözü deyirlər. Əlbəttə. Vallahi deyirlər. Sən kişi sən deyir, sən peysərsən. Qızın nə hoqqalardan çıxır. Adama ölüm lazımdır, ölüm. Adam nə, sən göz qarşısında nə qədər kişi dəyişirsən, ayıbdır. Atoya ayıbdır. O kişini niyə sındırırsan bu qədər? Cəmaət 100 dənə qələt eləyir, valla birini heç üzə çıxartmır. Bu göz qabağında bu kişi niyə bu qədər hissləri ilə, namusu ilə, qeyrəti ilə oynayırsan? Ayıbdır axı, ayıbdır.
Utanmır da, utanmır. Adam Allah qadədiyə, mən- hörmətiyə hörmət qoyar. Küskün biriz, çok sağ ol. Seva, Kur'an hakkı o günlerim Ay canım. benim, o sifte canım bir bala. O vakti daha hardasa bir 15-20 günün söhbəti belki bir ay. Beni gece təzyiqim nətər qalxdısa, yata bilmədim. İnana otdum ağladım. Başım, gözüm emimiş təzyiqim 280'da yaxındı ha. 280'da. Məni maşını xodladı gece saat 1'də. Dur səni acil aparıram həkimə. Məni apardı, əynimi giyindim, apardı məni həkimə. Çatan kimi ağıb balisiyalarda təzyiq ölçəni olur belə. Təzyiq ölçənin yoxdur. Məndə evdə yoxdur da. Niyə Gəlib bir dənə almırsan? Birini al qoy evə. Nə pahalı şey deyil. Birini al qoy evə, bir dənə də təzyiq dərman. Gördün təzyiqin çoxdur, Yox, qapıda təzyiq bilinci dərmanı var, nədir? atıram. Yox, bilmədən Hə, atma da, bibi, bilmədən atma. Bəlkə Yox, aşağı atıram, olur. ona təsir eləyir təzyiq dərmanı. Deməli, məni dedilər ki, gəl uzan qravata. Uzandım, kişi də qapının ağzında durubdu. Təzyiqimi ölçdü, dedi, yox, bunun təzyiqi yüksəkdir, bunu gətdilər 10 qram Venamdan qan aldılar gecə. Qanım da çox idi axı. Venamdan qan aldı, dilimin altına dərman qoydu, bir də iğnə vurdu yanımdan. Dedi, biraz uzana. Uzanana sonra gördü, 200'e düşəndən sonra mən də sərişə getməliyəm axı. Təzədən Barat dedi ki, gəl gedək. Nəysə, gətirib, dedi ki, bunu tərpətmə, qoy gedən kimi yatsın. Yatdım, durdum, işə getdim. Yəni, mənim təzyiqim elə O təzyiq sizin ürəyinizə də ziyan eləyir. Ürəkdə genişlənmə gedir. Ürəkdə infarkt keçirdərsən, hər şey ola bilər. Paraliz vurar səni, beynivə qan sızar. O ürəkdə genişlənmədir. O təzyiqin o qədər olmağı ürəyə ziyandır. O ürəkdə genişlənmə yaradır. Dəhşət. Dəhşət. Ona görə müalicə al. Həkimə get, müalicə al. Normal müalicə al Cina. Özündən mi, canınızdan müğayət olun. Valla o evladın ücey üstündən xət çək, başım bırax. Всё. Ondan sizə evladı olmayıb olmayacaq da. Yəni bir dənə beynimizə, elə bir sonsuzsan da, heç elə bu o da olmayıb. Elə bir sonsuz. Düzdür, görürsən ürəyim bulanır. Valla mən sizin yerinizə olsam TikTok-u zadı silərəm. Heç görmərəm də. Niyə sonsuz olur ya, Asiye? Mən burada... Mən girmirəm, mən sadəcə belə... Yox, ayetsin, görür, o videoları görür, axı əsəb keçin. Bilirəm, Özlərinə aslı deyil. Görməməzliyə olsun. Ay, özün elə eləyə bilmir axı ya, Elçin, Allah uzaq eləsin. İnsanın evladı, həyatda evladdan əziz, inanın ki, heç nə yoxdur. Atadır, anadır, qardaşdır, bacıdır, evladın yerin verə bilməz. Evlad tam başqa bir şeydir də, evlad başqa cür əzizdir adama. Amma ki, o görür, ona çox təsir, bunlara çox pis təsir eləyir o evladın hərəkətləri. Ona görə deyirəm ki, nə görmərəm, nə də ürəyim bulanmaz. Bilin bu TikToku heç belə nağ ayırır eləsin. Nağ ayırır qoy getsin eləsin. Nə görməyin, nə də ürəyiniz bulanmasın. Yazıqsınız, ömrünüzü qısaldırsınız onları onu gördükcən. Ömrünüzü qısaldırsınız. TikToka kişi baxır, mən baxmıram TikToka hər saat. Yox, mən TikToka, bir canlaşmama baxma. Mən TikToka hər saat baxmam. Ona görə ki, mən işə gedirəm, işdən gələm, arvadam, qadınam, öz işimi görürəm. Pis yaxşı evimi süpürürəm, yeməyimi pişirəm, qamı yuyuram, mən inirəm. Gedirəm, Vallahi bu yanında... TikTok, Sonaxa, bu TikTok var ha, əsəbdən başqa heç nə deyil. Nə, heç başqa yad insanları da görürsən, əsəb keçirdirsən. Elə səviyyəsi şeylər görürsən. Elə bu TikTok Azərbaycanın iç yüzün üzə çıxartdı da. Zilin zibilin çıxartdı üzə. Elə qadının da, kişisin də, nə bilim o üzdən İrağın da, o siz də mənə bağışlayın, faşəsin də, adam nə qədər gic-gic şeylər görər. Burada adamın ürəyi bulanır. Plus da öz evladını ola, öz evladını görəsən. Ona görə deyirəm, yazıqsınız, ömrünüz qısalır. Bu 5 günlük həyatda əziyyət çəkib 5 manat pul qazanırsan, rahatçılıqla ye, o arzudan sizə evlad olmayacaq. O ağılda qızdan adama evlad olmaz. İnsanda ağıl yoxdur da, neyniyəsən? Sonra xala insan qabında olmalıdır, qabında. Düz. Qabında. Ay özünü öldür, o qaba nəsə qoyasan, heç vaxt o alına bilməz. Bir də ki, insanın da hər şey dəyişir. Bütün əzaların dəyişir. Uzunsansa qısalırsan, nə bilim köksənsə arıqlayır. İnsanın bir xarakteri dəyişmir, xarakter. İnsanda xarakter dəyişə bilməz.
Heç kim dəyişə bilmir. O türkçədən bir sözü var. 7-də nəsənsə 70-də də olsan. Yəni heç kim dəyişə bilməz xasiyyətin, xarakterin. Ona görə bibi, valla mən sənə deyirəm ki, yazıqsan. Get başva rənc qoy, ye, iç, özün qazanırsan da kimsə sizə gətirib 5 manat pul vermir ki, özün öləziyyət et. Get o dişlərimi də düzəltdir, mənə döy yaman günə qoyma. Başva da rənc qoy. Mən Allah saçda rənc görməyəndə əsəbləşirəm. Heç öz anama da deyirəm. Saçınıza rənc qoyun. Niyə saçınız ağ gəzməlisiniz ki? Saçınıza rənc qoyun. Yəni heç nəyi vecvə alma. Heç nəyi. Yaşa özün üçün. Yaşa o həyat yoldaşı üçün, özü üçün, öz həyatını yaşa. Ondan sizə, o sizin bu dəqiqə ölməyinizi gözləyir. Sonra deyir, ölsəydi, nə bilim, Barat ölsəydi gedib girərdim o evə. Yəni ölməyi də heç kim deyə bilməz. Heç kim bilməz ki, kimdən tez öləcək. Bəlkə mən anamdan, atamdan tez öləcəm. Allah düzdür, atama, anama o dərdi verməsin, evlad dərdi pis şeydir. Yəni heç kim bilmir ki, kim öləcək, kimdən qabaq. Ona görə özündən müayət ol, özündən, canından, bir də o yoldaşından. Onsuz da sən heç nəsən. Evdə kişi olmayanda adamı laf çox əzillər, tapdalayırlar. Özündən müayət ol. Bibi, get başva rənc ol. Niyə rəngsiz gəzirsən ki? Niyə? Düzdür. Başva rənc ol. Yaxşı verilişlər bağlandı. Yaxşı ki bu verilişlər bağlandı. Heç açılmasın da. Nə var idi o verilişdə sən Allah? Adamın ürəyi bulanırdı oradakılara. Nədir o? Tərbiyəsiz şeyləri göstərirlər. Təbliğ eləyirlər. Nədir o? Biabırçılıq. Ərindən qaçan, 5 uşağın atan, nə bilim, 5 dənə kişi ərə gedən. Nədir o? Nə verilişdir o? Özləri pul qazanırlar. Zaman biabır eləyiblər Azərbaycanı. Hərə bir gedir kişidən uşaq doğur, çıxır ora. Çıxır ora, uşaq məndən deyil. Ay, belə şey olar, biabırçılıq deyə. Çıxır ora ki, o uşaq məndən deyir. Ay, belə şey olar, Allah'ın da olsun biabırçılıqda. Testi verin, o uşaq məndən deyir. Bir yana qalmışdı. 5 uşağı kişi götürür, çıxır ki, arvadım qaçdı. Ay, cəhənnəmə qaçsın, otur evində də. Özümü niyə biabır eləyirsən? Çıxırdı mı? Yorğan başındakı çıxırdı. Yaxşı şeylə var, deyir, niyə elə deyirsiniz, yaxşı şeylər götürün. Nə yaxşı, nə görürdünüz ki, götürək? Nə görürük ki, yaxşı da götürək? Yaxşı, nə görürük ki, biz o verilişlərdə nə görürdük ki? Ceyran, Aslan 3 dənə arvad alıb çıxıb ora. Ana bala Ceyranın şıp ürəyi getdi. Ceyran görməkdən da mədəmiz qalxırdı. Nə idi o? Ceyran nədir? Başımız şişmişdi da. Başımız şişmişdi. Ceyranın oğlu gündə bir arvad alacaq, Ceyran da evdən gəlinləri qaçırdacaq. Yox, hep başa düşə bilmirəm. Bu Ceyran Aygünlə dolanmır, Aygün gedir Sabirabadda onunla qalır. Veri şansı ola atmışmış da. Yox, Ceyran evdə Aygünlə qırışır, Aygün Ceyranı deyir, döyür. Gedir Sabirabadda Ceyranla yaşayır. Bu necə şeydir ki, bu nə deməkdir? Yəni, nədə başa düşək? Biz bundan nə götürək? Xanım da burada yazır ki, nəm bəyi idi xanım, yaxşı şey götürün. Burada yaxşı nə var ki? Ancaq veri şunu atmasılı. Evin içində gəlinlə dolanmıram. Oğlum sonra gedir başqasını alır, sonra gedir mən o gəlinlə yaşayıram. O necə şeydir? Yəni, burada nə başa düşürsünüz siz? Əlinlə neçə ildir yaşayır, 30-40 ildir deyir, mən boşanıram. Nə bilim? Boşanıram, hə. Deyirəm, o arvadın başı çatmır da, o da xəstədir. Dönsün, dəlxanada uçotdadır o. Gedib yatmır prosta. Boşanıram. Hə, boşanıram. O nədir? Valla mən o kişiyə yazmışım.
Buzon qabını götürüb nə deyib boşanıram. Təpəyə bir güllər üstünsə Burası reklama gəlirlər. Burası reklama. Zaurun günah hamısı Zaurdadır o veriliş. O kanalın rəhbərliyindədir. Reyting yığırlar, pul kazanırlar, cəmaatın başını beynirlər. Milləti fikirləşən yoxdur. Buradan fikirləşirlər. Boşanayım. Vallahi mən o kişiyə yazığım gəlirdi həqiqətən. Dəhrəm idi o kişi. Allah uzaq eləsin ilə arvaddan. Qoca mınaqlı nə olacaq? Dəyməyin ona. Hə, dəyməyin ona. Görək onlar nə olacaq? O gözəldir. Sən Allah. Nə deyir? Qardaşına nə tərdi? Familiyaları nə deyirdi onların? İsrafil. Neydi o Allah? Nəsə, bağla söhbət demə. Familiyada anan deyir. Yəni vallah bu da veriliş. Ay insanlar deyirsiniz ki oradan yaxşı şey götürün. Biz nə götürək oradan? Matris qoy, məcmə dollar qoyurdu. Köməkli edir hə. Yedim evi şey aldım, hər şey aldım. Hə nə olar? Elçinə kömək eləməyə dəyərdi. Başına o qədər yazığı boyda yazığın faciə. Belə yanında olub belə yazıb. Özü də gözdən əlildi. Nə olar ki eləyəndə? Yaz görün bura. Hə nə kömək eləyib ki, heç nə də eləməyib. Özünə nə sərf eləyir onlar